Məni bu günə qoyub pis kişilər məni bu vəziyyətə gətirib çıxardıbdı. Neynim, atam bizi acından öldürür evin içində. Bax, Quran olmasın, biz aclıqla böyümüşük, Quran haqqı. Mən evdən ayrılandan sonra, atamdan ayrılandan sonra, evimdən ayrılandan sonra, mən gələndən sonra şəhərə məni klub pozdu. Gəldim şəhər həyatına öyrəşdim. Qızlara qoşuldum, pozğunlara qoşuldum. Mən danmıram bunları. Hər gün içdim. Elə bildim ki, bu həyatdır da. Yəni, içmək, əylənmək. Amma fikirləşmədim ki, yəni, bu müvəqqəti bir şeydir. Bir qadının bir qocalığı, bir günü var. Mənim atam məni incitməsəydi, mənim atam məni küçələrə atmasaydı, boşanıb qayıtdım, məni qınamasaydı, məni döyməsəydi, məni evdən qovmasaydı, məni incitməsəydi, mən atamın əlindən qaçıb Bakıya gəlib bu günlərə, bu vəziyyətlərə mən düşməzdim. Atam kaş ki, mənim yanımda olardı. İnşallah ki da söz vermirəm, inşallah ki da burada içmirəm deyə əllərim zadım əsir, bədənim əsir, biraz özümü normal hiss eləmirəm. İndi baxmayın, 4 ildir dayanmadan hər gün içən adamam. Ağıllıyam, mən tərbiyəliyəm, mən ev qızıyam, xeyr. Sigaret də çəkirəm, içki də içirəm. Mən durum cəmaatı sizin niyə anladım ki, mən namusluyam, ev qızıyam, xeyr. Onların heç biri yəni deyil. Sigaretsiz qala bilmirəm. Yenə də çəkirəm. Öyrəşmişəm. Mən 15 ildir mən sigaret çəkirəm. 15 yaşından 15 ildir mən hər gün sigaret çəkmişəm. Mənim evimdəkilər də bilməyib gizlin çəkmişəm. Nə bilim, Allah bir gün mənə də bir qapasar, xoşbəxt olaram. Azərbaycanda olmadım, yəqin xaricdən bir kişidən zaddan tapıb özümü soxuşdurub gedərəm.